Videomu izleyen hər kəsi salamlayıram. Videoma xoş gəlmisiniz. Bugün çox ləzzətli, çox dadlı olan toyuqlu, göbələkli qəlyanaltı hazırlayacağam. Çox rahatlıqla işə və uşaqların məktəbinə qoya bilərsiniz. Çox ləzzətli olur. İşə əvvəlcə mən toyuğun döşətini xırda-xırda doğrayıb qızartmaqdan başladım. Tavaya duru yağ əlavə edib, toyuğun döşətini biraz qızarandan sonra, suyu çəkiləndən sonra qazın xodunu artırıb, ora xırda-xırda doğradığım göbələkləri əlavə edirəm. İti xodda göbələklərlə toyuğun döşətini bir yerdə qızardıram ki, göbələklər çox suyun buraxmasın. İkisi bir yerdə qızarandan sonra üzərinə zövqə görə duz, istiot və paprika əlavə edirik. Daha sonra qarışdırmağa yenə davam edirik. Daha sonra kənarda xırda-xırda doğradığım Holland pendiri və ağ pendiri ora əlavə edirəm. Mən ikisindən də istifadə etdim. Siz istəsəz boş Holland pendiri və ya sadəcə ağ pendirdən də istifadə edə bilərsiniz. Mən hər ikisindən də istifadə etdim. Belə daha çox bəyənirəm. Pendirləri bura əlavə edəndən sonra qazın altını söndürdük. Daha sonra kənarda yenə də doğradığımız xırda-xırda yaşıl soğan və şüydü də bura əlavə edirik və qarışdırırıq. Daha sonra lavaşların içinə qoyub lavaşlarımızı bir-bir bükürük. Bu qayda ilə lavaşların hamısını bir-bir bükürük. Məndə təxmini 10 dənə lavaş alındı bu reseptlə. Mən ərzaqların miqdarını demirəm. İstəyən istədiyi qədər artırıb azalda bilər. İndi lavaşların sayından asılıdır, ailənin sayından asılıdır ki, siz burada miqdarlarını artırasınız və ya azaldasınız. İstəyən istədiyi qədər edə bilər. Sadəcə mən ərzaqların nə olduğunu göstərirəm burada. Daha sonra belə bu qayda ilə təmiz tavaya yağ töküb lavaşları bir-bir qızardırıq. Qızarandan sonra lavaşlar qəlyanaltımız hazırdır. Çox rahat, çox ləzzətlidir. İstədiyiniz yerə rahatlıqla apara bilərsiniz. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun. Əgər videomu bəyənsəniz, bəyən düyməsinə basıb şərhlərdə mənə məsləhət verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşənəcək. Hələlik.